Dostlar salam. Səhər saat 5 tamamdır və biz yola düşməyə hazırlaşırıq. Deməli, Azərbaycan üzrə turumuz olacaq və Azərbaycanda bəzi yerlərdə olmamışıq. Bunlardan biri Lerik və Astaradır. Bugündən biz Lənkəran, Lerik, Astarada olacaq və sonra ölkə boyu gəzməyə davam edəcəyik. Bu videoda gördüyünüz kimi Çangan Yunizə ilə çıxırıq səyahətə. Bu videoda avtomobilin bu yollarda özünü necə aparacağını sizə göstərəcəm və ümumiyyətlə deməli səfəri nə qədər pul xərcləyəcək. Benzin sərfiyyatından və elektrik sərfiyyatından gedir. Bagajda görə bilərsiniz ki, mən deməli adapteri götürmüşəm. Yanğın söndürmə balonumuz da var. Piknik setimiz də var burada. Bagaj tam olaraq demək olar ki doludur. Maşında yata bilərik müəyyən hallarda. Ona görə də maşında yatmaq üçün də balışlarımız və s. var. Xəritə götürmüşəm. Planşeti, birdən işlə bağlı bir problemim olsa notebookum və maşını kilometrajını bir yerdə sıfırlayacağıq. Xotlayırıq maşını. Görə bilirsiniz də 1257 bunu sıfırlayırıq və evə qayıdanda deməli biz kilometraja baxacağıq. Gördüyünüz kimi şarjımız tam 100%'dir. Benzinimiz isə yox səviyyəsindədir. Tam dolu yanacaq çənini doldururuq və yola çıxırıq. Tam dolu çən vurduq və deyilənə görə 990 kilometr getməliyik. Dostlar, az yatmışam. Ona görə də gəldik. Yol qırağında restoranda saxladıq. Burada çay içirik. Maşını da şarja qoydum. Deməli, bu tok stansiyası ilə problemim oldu. Zəng vurdum və qaynar xəttə kömək elədilər. Qoşmuşam. 10 dəqiqə işləyir. Artıq 60'a yaxın deməli şarjımız var. Bu şarjında olsun, biz də burada çay içirik. Görə indi şarj nə qədər tutacaq. Hələ ki 30'dan 60'a qaldırıb 1 manat göstərir. Məncə çox yaxşıdır. O vaxta qədər də biz bir dənə çay içək. Şarjı yerinə qoydum və 81%'ə qədər doldurdu. Və məbləğ də 3 manat 50 qəpik elədi. Artıq Lənkəranda Nilado çay plantasiyası. Bu da çay. Mən bunu normalde görsəydim heç bilməzdim ki bu çaydır. Restoran var, otel var. Amma dedilər ki qabaqcadan bron eləmək lazımdır. Restoranda ancaq axşam işləyir nədənsə. Bu alaqları yığır yəqin ki çayların arasında. Böyle sonra hara gedeyim. Deməli
Astarada 3 tane kəndi var ki, araz məsləhət görülür getməyə. Bu Ərkivandır, Simdir, bir də Hamoşandır. Ama bizə də ən yaxını Ərkivandır. O üçün yıllar orada olduq, indi gedirik bura, Ərkivana baxaq. Ümumiyyətlə bizim deməli marşrutumuz çox güman ki belə sabah Lerik. Lerikdən sonra çıxarıq baxarıq da, ancaq səhra ilə ölkənin yarısını getməliyik. Şuşaya qədər. Bir dənə ola bilsin ki Sabirabada su boğuşan. Deməli gəldik, Niladoya çay plantasiyasını gördük. Yəni bu Azərbaycan xəritəsində bir yeri də qeyd elədik ki, burada olmuşuq. İndi Ərkivan. Ümid edirəm ki, düz tələffüz edirəm. Çünki Ərkivanda var. Masallıdır səhv eləmirəmsə. Bir də var Ərkivan Astara. Deyirlər ki, çox gözəl mənzərəsi olan bir kənddir. Planımız belədir ki, yolda təndir çörəyi alırıq. Özümüzlə yeməyimiz var. Su alırıq. Gedirik, oraları gəzirik. Çox güman ki, gecəni də maşında gecələyəcəyik. Əməlli başlı macəra. Deməli, Ərkivan kəndində belə düşünürəm ki, maraqlı bir şey görmədik. Hacı kafesi. İndi Sim kəndinə gedirik. Görək orada başımıza nə gəlir. Hələ heç nə yeməmişik. Acından keçinirik, necə deyərlər. Sim kəndin yolun üstündə park elədiyi belə. Çox qəşəng yolu var. Serpantin. Maşında kapotunu açmışam ki, biraz hava dəysin, soyusun. Olar. Elə. Yüngül piknik fason. Dostlar, yollar çox dardı. Yəni çox bir maşın gəlsə üzbəüz, yəni bizim çəkilməyə yerimiz olmayacaq. Həm də təhlükəlidir. Cəmi bir maşın gücünə yerləşir bəzi ərazilərdə. Ümid edirəm ki, hər şey qaydasında olacaq. Artıq yol da qutardı, yəni asfalt yol. Deməli, yuxarıda Simdə, Sim kəndində qonaq evi var, Quest House. Yəni, ümid edirik ki, orada yer olacaq və ümumiyyətlə o işləyir. Çünki artıq 250 kilometrdən çox yol gəlmişik, yatmamışıq hər ikimiz. Düşünürük ki, orada lövbər atmaq olar. Olar, olar. Yatdıq, durduq və gəldik. Deməli, Kaspiyə gedirdik, restoran var orada, teras. Marisel var idi, burada dedilər ki, bu daha yaxşıdır, bilmirəm. Özü çox interesli belə havası var buranın. Bir növ Batumiyə oxşayır biraz. Burada mərkəzdə belə uşaqlar üçün atraksiyonlar var. Orada çox güman ki, dənizdir. Hələ ora dənizdir, bulvardır. Ora. Keçəcək orada. Gedək birinci yemək yeyək, sonra çıxıb orada baxacaq. Şəhərciyə baxanda, daha doğrusu şəhərə baxanda dərhal, yəni dəniz hələ görsənmir, amma artıq dəniz kənarı bir yer olduğu ab-havası var burada. Tikililərdən, üstündəki qaraltılardan.
Nömrələrə baxmasan, Astara yazısına baxmasan düşünməzsən ki, bura Azərbaycandır. Bax, burada elə bir his var. Həqiqətən də, buna var. Elə bir ki, nə bilim, olmamışam orada. Kaliforniya zad belə. Bu da Astaranın bulvarı. Orada çimərlikdir. Dərhal. Burada da atraksiyonlar, özdə konsert də gedir burada, canlı ifa ilə. Bu da dəniz. Baba sen ne giydin? Sen bunu bilirəm. Bu yəqin biz başa düşməyək. Sabahınız xeyir. Səhər çay içməyə imkan olmadı, yolda içəcəyik. Maşında zivə düzəldi, paltar asmışam. Bir də ki, maşını gecə şarj eləyə bilmədik. İndi qoymuşam, avtomatik olaraq maşın özü işləyir, benzinlə və şarj verir. Haradasa stansiya tapsa, şarja qoyacağım. Deməli 990 kilometr bizə məsafə vermişdi, göstərirdi kompüter. Bugünkü günə görək biz nə qədər yol qət etmişik. 423 kilometr qət etmişik, hələ 681 kilometrimiz var. Bir dəfə yanacaq doldurmuşuq, 52 manatlıq. 3 manat 50 qəpik bir dəfə də şarj eləmişik. Maşını tam dolu. Və bu da bizim qət etdiyimiz məsafə. Düşünürəm ki, bu yanacaq bizə hələ 3 gündə bəs eləyəcək. Sokağın içində görsün, çox nəzarət. Dostlar, yolun qırağında saxladıq. Deməli, Lerikin Monidigah kəndinə gedirik. Bura, deməli, serpantindir də belə dolaylardır, aşırımdır. Çox gözəldir ağac. Ağaclar sırayla əkilir. Biz harasa oralara gedirik. Və haradasa oralardan gəlmişik. Belə bir yerdəyik. Orada yemək pişiririk. Burada Şəhid Sabir Əliyev bulağıdır. Allah rəhmət eləsin.
temiz. Maşallah bunu kim yiyəcək bilmirsən. Mən. Hansı restoranda var belə mənzələ qədər? Arada var belə yavər ustam pişirdi, yumurta tanıyırsan. Yavər ustanı. Həmcə yağında özdə. Bu şəhid bulağı haqqında danışım sizə. İndi oturub yemək yeyirdik. Mən yeyəcəm indi gəlib, sən narahat olma. Bulaq Yunus Əliyev tərəfindən 01.09.2024-cü il tarixində əbədiləşdirilmişdi. Bayaq oturmuşduq, bir dayday gəldi. Şumluş olsun, digər çörəyi oturmadı bizlə. Danışdı ki, körpünü mən tikmişəm və bisetkanı da mən eləmişəm ki, sizi kimi turistlər gələndə istifadə edə bilsinlər. Biz də neynədik öz növbəmizdə? O gəlməmişdən qabaq eləmişdik. Mən də bulağı sildim, təmizlədim. Bax belə, sildim, təmizlədim. İçində mamur əmələ gəlmişdi, onu qaşıdım, azardığım qədər. Amma insanlar gəlir, buranı zibilləyir. Yəni görürsünüz, bax biz gəlmişik uzaqdan, oturduq, rahat yemək yedik orada. Ətrafdakilərin də zibilini yığışdırdık. Bura gəlib zibil atan da ki, yəni onun damarında Azərbaycanlı qanı axır. Bu biraz düzgün ifadə deyil. Yəni o ermənidən də pisdir desək daha yaxşı. Buradakı mənzərə. Qaya görün necə çıxıntılı görsənir. Bu köhnə yolda görünür. Kəsmə gedir. Bura yük maşınların girişi qadağandır. Üstündən belə atılır ki, körpü zədələnməsin. Balaca maşınlar buradan gedir. Böyüklər məcbur şəkildə belə qalxır. Ölkəmizin çox gözəl yerləri var həqiqətən də. Sadəcə maşına oturub, əziyyətə qatlaşıb, müəyyən yerlərə geri çıxmaq lazımdır. Hələ təbii ki, piyada yolları da var. Ayaqlarında ağrılar ona görə də elə yerlərə getmir. Sonradakı elə yerlərə getmək üçün təbii ki, bələdçi lazımdır. Avtomobillə gedə biləcəyimiz ucqar yerlərə gedirik. Və bu videoda çox maraqlı yerlər görəcəksiniz. Biz də gedirik yeməyə davam eləməyə. Belə hədiyyələr ləzzət edir də lazım olur. Milvok bıçağı ilə kəsdik bunu. İndi yaxalayırıq. Kamera bunu vermir deyə, burada nəsə axır. Su kimi gəlir, buradan çıxır. Bu da şeydir, cimcilimdir, nədir ondan? Pişirirlər onunla, turşuya da qoyurlar. Yaxşı bir dənə cip olam. Düşəsən, bilməm, necəsə düşəsən burada. Burada qalasan. Yanından çay keçir. Özü dilə, yaxşı içməli sudur. Gəldim. Bir göl görmüşük, gedirik oraya. Yol qutarıb artıq. Bəzi yer vapşı ağır idi. Bir dənə buna bax. Qaqaş. 27 dərəcə var, burada durursan, külək soyuyor. Ağaca bax, 6000 yaşı var yanında. Vəziyyətini göstərim sizə. Yəni buranı düşürük, necə qalxacaq bilmirəm. Yəni bir maşınlıq yol,
Bir maşınlıq yol. Bax, burada uçurumdur. Bəlkə bir daha bu elə gəlmədi. Necə oxuyur o? Sağ ol. Video ardın görürsünüz, deməli sağ-salamat gəlib çatmış. Dostlar, deməli video bunu vermir. Bura çox dikdir də. Yəni ayaqla qalxmaq çətindir. Yəni açığını deyim ki, ora qorxdum qalxmağa. Yəni, maşın sürüşüb gələ bilər aşağı. Yolda görürsünüz də necədir. Yəni burada ən müasir gördüyümüz avtomobil bura gələn 0.15 qalan Nivalar, Willislər və s. Və mən Unize ilə el arasında Unitaz deyirlər buna. Bura gəlmişəm. İndi özümüz qalxacağıq. Gölə gedirdik. Orada göl var idi, süni göl. Görünür ki, biz oraya çatmayacağıq. Çünki hələ 3 kilometr yol var orada. Bir də plus odur ki, sərindir bura. Çox yox, bir 300 metr qalxdıq. Belə bir ağac var burada. Və bilməm bu nədir. Aşağıda da var. Mən bəlkə hansı bir su sistemidir. Buradan belə bir mənzərə var. Bunun o tarafa getməyəcəm. Maşınla qaydacam. Çünki yolumuz çox çətindir. Bax, oradan düşmüşük aşağı. Bir dənə bu yola baxın. Necə qalxacam, mən hələ bilmirəm. Amma ümid edirəm ki, qalxacam. Çünki qum yoldur, sürüşür. Avtomobildə demək enişdə kömək rejimi var. O olmasaydı bəlkə də mən tormozlarımı yandıracaqdım. Çünki burada korobka da deyil burada. Yəni ötürücülər kutusu reduktordur. Sadəcə dala qabağa fırlayır və s. Nəsə belə bir şey. Yəni pillələri yoxdur. Ona görə adi hidrotransformator korobka olanda orada mexanika funksiyası var da 1-2. Adətən 2-dən başlayır, çox var 2, 3, 4, 5. Yəni, o ilə həll eləmək olur məsələni. Burada isə yəni bu çanqanda yox. Amma enişdə kömək funksiyası yəni belə sərt enişlərdə kömək olur adama. Hə. Bura haqqında nə danışa bilərəm? Modigah kəndin adı yadımdan çıxdı. Nəsə yazacağım yuxarıda. Məncə bura payızda və yazda gəlmək lazımdır. Avqust ayında bütün ot saralıb quruyub artıq. Sapsarıdır. Yaşıl, yəni o yaz vaxtı bura gəlsən, məncə bura Windows'un fotosundakı kimi çox gözəl olacaq. Hoppa. Niva'ya baxan hara gedir. Seni traktördə dayanır orada. Belə. Yəni də yer kəşf elədik. Çox yaxına getməyəcəm. Aşağıda balaca çay axır. Şəlalə də var ya aşağıda gülü. Balaca. Çox balaca deyil. 5-10 metr. Bu offroad elədiyi bunu təmiz. Bir dənə altında bataryası dəyməsin. Qalanlar hər şey yaxşı olacaq. Nasıl körpü. Lirikdir. Gözəl dağ mənzərəsi var orada. Bu da bilmirəm, qədim körpüyə oxşayır ən azı. İndi çalışıb biraz yaxına düşəcəyik. Burada belə cığırlar var, görünür ki, qoyun sürüləri buradan keçir. Mən qoyun deyirəm. O, getmişdim. Quslarımın içi bütün daşla doldu.
Buradan böyle bir çay akıp geçir. Bu da yoldu. Bunu da gördük. Qayanın arası görürsünüz necədir belə. Keçid kimi. Hə, bilirəm. Yuxarıda da kənd var. Səhv eləmirəmsə, deyəsə orada hardasa lövhə görmüşəm. Bəz qalası buradadır. Dağlarda. Ora düşmək istəyərdim, amma buradan ora düşmək biraz çətin kimi görünür. Girək suya. Mən bir dənə münasib yer tapım, girim suya. Ay 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 ay. Siz təsəvvür eləmiş ki, bu necə soyuqdur, qaqaş. Oy. Bura dünyanın axırıdır demək olar ki. Amma asfalta baxın. Bitkilərə bax. Çox qəribə bitkiləri var buranın. Bura şey oxşayır, belə şoranlıq ərazidir elə bil. Dostlar, deməli gəldik, çatdıq. Qarşıya artıq avtomobillə getmək istəmirəm, çünki yol o qədər də yaxşı deyil. Burada baxın. Bağlamışam. Köhnə belə bir tikili var gildən. Haçansa adamlar yaşayıb burada. Bütün kənd də belə olub. Hasara bax, elə həmənki kimi gildən. Bura niyə görə gəlmişik? Qala dağı. İndi o dağı ora bilmirəm, qalxmağa imkan çatmayacaq. Görürsünüz necə strukturası var dağın. Üstündə bayrağımız və belə bir çox qəribə strukturası var dağın. Həmin biraz gedək görək nə olur. Tamamilə gildən tikilmiş. Beton kimi düzəldiblər. Arasında daşı da var bax bunun. Amma tamamilə gildəndir. Hin kimi istifadə edirlər deyəsə indi.
Bu da yəqin məktəbdə artıq müasir. Əvvəl buydu. Belə bir şeydi. Şimdi dağlara baxın orada. Bu da daşından tikilmiş ev. Amma görünür ki, fikrindən daşınıb tamamlamayıblar. Və burada qalıqlar var. Köynəyiblərin. Belə. Bilmirəm bu videolar nə qədər xoşunuza gələcək. Amma ən azı kanalımda gəzdiyim yerlərdən yadigar kimidir. Əkin sahələri. Bir-iki yer var. Onları bu günləri, bu bir neçə gün ərzində daha doğrusu gəzdikdən sonra rahatlıqla deyə biləcəm ki, mən yəni getmədiyim yer bircə Naxçıvandır. Piramida deyilə bir. Buna baxın necə qəribə daşları var. Xarici ölkələrə səyahət etməyə imkanınız yoxdursa, elə öz ölkəmizdə də gəzmək olar. Buradan yoldan düşürdük. Belə gözəl bir yer gördük. Kölgə, sərin. Əmi oğlu burada. Batumi'dir. Kimdir o? Şimdi çayı koyduk. Çayımız var. Ama çayla içmeye heç nəyimiz yoxdur. Olmuş ama akvapark. Gəlmişik burada buzovun yanında. Qaqaş gəl. Sən sığallamaq olar yoxsa qorxacaqsan? Məncə olar sən sığallamaq. Oş! Ləzzət eləyir. Üf, bir dənə əlimdən iyi gəldi, gəl görürsən. Buradan da qəşəng çay keçir. Çüməllərimi yiyum. Yüreğine göre düşünerden ağımı çeyneyim. Nota gördünüz. Her şey balık kulağından yığılıb. Deməli, yolun qırağında restoran kimidir, Təbəssümdür adı. Necə qəşəng düzəldi biləm.
gözəl mənzərə. Xatirə körpüsü. Ha? Çox gözəl yerdir bura. Yolu çəkə bilmədim. Vəziyyət çox gərgin idi. Gəldik. Deməli, Arena oteldir. Çünki başqa variant yox idi. Deməli, Arena oteldə belə bir nömrə götürdük. Qiymətdə əla. 50 manata. Təmiz, səliqəli. Saat 10'un yarısıdır artıq. Ona görə də indi biraz kompüter işlərim var. Ondan sonra adboy. Bir də səhər tezdən yola düşürük. Dostlar, sabahınız xeyir. Yardımlıda yatdıq, durduq. İndi yola düşürük. Otel haqqında nə deyə bilərəm? Otelin günahı deyil. Yəqin ki, turist gəlmir. İsti su akşam vardı, səhər yox idi, soyuq suyla çimdim. Orada avtomobili tam şarja qoyduq. Yəni 100% şarjı var. İndi yolumuz Biləsuvaradır. Yoldaşımın kollec rəfiqəsinə, evinə qonaq gedirik. Oradan isə Qarabağa gedəcəyik. Laçın, Şuşa və ya Xankəndiyə baxarıq. Və belə mənzərəli yerlə gedirik, göstər. Dostlar, Biləsuvardan yoldaşımın qrup yoldaşı ildən çıxdıq artıq, çay içdik, dincəldik. Və nə demək istəyirəm, hal-hazırda 37% şarjımız var. Şarjımız var. Və biz yardımlıdan, deməli, Arena oteldən hardasa 110 kilometr yol gəlmişik və 37% şarjımız var. Təsəvvür edirsiniz ki, 110 kilometr biz havaya gəlmişik. Çünki orada oteldə, yardımlıda şarja qoymuşuq və o şarjın pulunu verməmişik. Yəni, təxmini 2 manat 40 qəpik tam şarjı yazır. Bu fərz şarj deyil, adi rozetkadan söhbət gedir. Və hal-hazırda hələ 37% də şarjımız var. 110 kilometr 0 qəpiyə gəlmişik. Desəniz ki, bu mümkün deyil. Yolun çox hissəsini kondisionerdən istifadə eləməmişik və yardımlıdan Masallıydı da, düzdür. Masallının mərkəzinə qədər ancaq eniş idi. Ona görə də rekuperasiya sayəsində biz orada enerji itirməmişik və 110 kilometrimiz tamamilə havaya başa gəlib. İndi görək hara kimi də, yəni Şuşaya gedirik hal-hazırda. Ola bilsin ki, çatdırmayaq, qaranlığa düşək. Hələ bir 20 kilometrdə havaya gedəcək, ondan sonra benzinə keçəcək avtomobil artıq. Dostlar, deməli, Kenski yanacaq doldurma stansiyasında dayanmışıq, adı yoxdur. 15 manatlıq 92 vurdum. Artıq ödənişli yola girirdik Qarabağ yolundan. Və 125 kilometrlik yanacağımız qalırdı. Risk eləmədim, deməli, 15 manatlıq cəmi benzin vurdum. Çünki buranın benzini bəlli deyil. Və biz 926 kilometr getmişik. 3 dənə şarj və 52 manatlıq yanacaq. İndi isə giririk ödənişli yola.
test eləyəcək yani. Молодец, готова говорить со мной. Молодец, запомнила это место. Молодец, так любит эту песню. Молодец, готова говорить со мной. Молодец, запомнила это место. Молодец, танцует там босиком. Молодец, так любит эту песню. Heç sən tuneldən keçməmisən heç vaxt. Hə? Keçməmisən də. Super güzeldir böyle. Dostlar, deməli ödənişli yolla keçdik. Biz təxmini Şuşanın aşağı hissəsindəyik. Xan kəndinə gedirik, orada gecələyəcəyik və bir neçə gün çox güman ki, Xan kəndində qalıb başqa yerlərə gedəcəyik. Çünki Şuşanın özündə otellər bahadır. Biz də çox gəzmək üçün büdcəyə qənaət eləməliyik. Salam, indi növbəti tunelə giririk. Bu çox balaca tuneldir. Bəyəki tunel hardasa 2 kilometr idi. Amma bizimkilər deyim ki, çox möhtəşəm tikiblər də tunellər. Şuraya girdik artıq. Amma burada qalmayacaq, Xankəndiyə düşəcək indi. Rum tur deyirlər, nə deyirlər ondan. Deməli, Xankəndidə nədir? Çınar otel idi. Çınar otel, deluxe otaqdır bu. Görünür ki, hiss olunur ki, tez bazar tikiblər bunu. Amma qəşəngdir bu. Özünün mətbəxi. Burada divan, televizor. К сожалению, belə. Kondisioner var. Uşaqlar üçün belə yer var. Çox səliqəlidir əslində. Sadəcə qiymət indi qiyməti 160 manatdır. Yataq otağı. Yataq otağında qısaç kondisioner yoxdur. Mənzərə də ki, öz yerində orada. Dostlar, Xankəndin mərkəzindən biraz yuxarı qalxdıq. Yəni, əməlli başlı kabus şəhər. Mən belə üçbucaqlar var. Bir çox evlərin üstündə. Ağlar belə diki yuxarıdır. Qırmızılar aşağı, bilməm nədirsə bu. Yəqin hərbi əməliyyatlardan qalan işarədir. Mənə bax, çox qıraqla gəzmə, yolun ortasında ol. Yəni, atılıb gedmiş şəhər var, mebellər hamısı ortada. Çox qəribə. Çox qəribə var, texnikaya qədər hamısı yerdə.
Bura bərpa olunacaq, amma çox qəribədir. Belə bir his var burada. Bir dənə ona baxın hələ. 2 dənə stul yanıb. Bomboş deyil küçə. Belə baxsan, elə bilərsən ki, yaşayış var. Ki bu təpənin üstündə nəsə olmalıymış. Orada yol yoxdur sadəcə. Bilmirəm. Ya bəlkə də bilmirəm. Axır orada bir abidə göstərilir, amma onun üstünə yol var, çox pis gündə də qalxmayacaq. Buradan da belə bir mənzərə açılır. Yəni buna baxın. Zəfər tağı, Qarabağ Universiteti. Yeri var. Bu da o məşhur heykəl. Dostlar, sabahınız xeyir. Səhər çəkməmişəm heç nə. Çünki gəzməkdən yorulmuşam. Şuşada yox bu dəqiqə. Xankəndidən, oteldən çıxdıq. Səhər yeməyini yedik. Şuşada bəzi görmədiyimiz yerlər var idi. Səhvəmsə Xanqulluların malikanəsidir. Çox gözəl bir tikilidir. Heyif ki, sökülüb. Şuşada görmədiyimiz yerlər var. Onlara baxıb, sonra Vəngiyə gedirik. Orada monastır var. Ona baxmağa. On 19-cu əsr Hacı Qulluların malikanəsi. Giriş qapısıdır yəqin ki. Daşdı, çox maraqlı daşdı. İndi isə biz Bülbülün ev muzeyinə gəlmişik. Bu vandalizm nəticəsi. Bu da yeni büstü. Nə qəşəng bağı olub. Şurada görsün necə dəyişir. Təsəvvür edirsən 10 ildən sonra bura necə olacaq. Axmaqlar yaşayıblar burada 30 ildir. Özlərindən sonra ancaq xarabalıq qoyublar. Həm kim gəlməyibsə gəlsin, baxsın. Ən azı tarixdir. Həm də ki, gözəl təbiəti var Şuşanın. Deməli, Xocalıdan keçdik. Biz yuxarı gedirik. Hara gedirik bilmirəm. Burada belə bir çay var. Nə çayın adını da heç bilmirəm. Bumbuz suyu var çayın. Bayaq balaca balıqlar da gördüm burada üzür. Azərbaycanın təbiəti əziz dağlıq ərazilərdə çox gözəldir. Növbəti dayanacağımız Vəngli kəndi. Çox güman ki, Kəlbəcərdir. Dekorativ qəmli restoran. Buradan çay da keçir. Şəlalə də var orada.
deyəsə. Yaşayıblar özləri üçün 30 il burada. Bəli isə Daşkəsənə qayıdırdıq. Gedirik daha doğrusu. Və burada Əskərən qalasına qalıqları qalıb. Bir hissəsinə də biz qalxmaq istəyirik. Həqiqətən böyük Çin səddinə oxşayır. Qalanın iç hissəsi. Qalasının yuxarıdan görüntüsü belədir. Bu köynə hissəsidir. Bir hissəsi də oradadır. Hal-hazırda Goranboydayıq və 4 gün ərzində gəzdiyimiz yer Lənkəran, Astarada bir 3 dənə kənd, Lerik, Yardımlı. Bu Masallıda olmuşuq. Bu artıq keçdiyimiz yerlərdir. Keçmişik və Şuşada, Xankəndi, Xocalıda və Ağdərədə, Vəngidə olmuşuq. İndi artıq Ağdərəni keçmişik, Tərtəri keçmişik və Goranboydayıq. Hal-hazırda Goranboydayıq və artıq yorulmuşam, çay içməyə dayanmışıq. Belə bulaq da axır burada. Dostlar, budur, Gəncəyə çatmışıq. Gəncədə hər səfərimizdə Gəncədə mütləq oluruq. Eləmi? Gəncə xoşumuza gəlir. Və indi gedirik KFC-yə. Gəldik KFC yeməyə. KFC-də sistem çöküb. Terminallar da ilişib. Bizim ödənişimiz keçdi. Amma nəsə sistemdə problem var. Komanda olur. İşçilər bu dəqiqə əldən düşəcək. Dostlar, deməli Gəncədəki oteldən çıxdıq. Səhər yeməyi. Təbii ki, bu büdcəli otel idi. 50 manat idi. Zavtraqda gözlənilən kimi oldu. Amma əsas məsələ bu deyil. Əsas məsələ budur ki, mən dünə arı sancıb, ayağım bütün şişib. Karasovka giyinə bilmirəm artıq. Dəyməmişəm arıya. Çox ağrıyır ayağımda. O qədər şişib ki, qatlanmış. İndi çıxıb Daşkəsənə gedirik və hər növbəti gün mən biraz da qoca görsənirəm. Çünki çox avtomobil sürürük. Yəni bu aktiv istirahətdir. Və ola bilsin ki, bu videonun sona kimi çatdıra bilmədim heç. Çünki hər dəfə həvəsim ölür. Avtomobillə səyahətin ən gözəl üstünlüyü odur ki, istədiyin yerdə saxlaya bilirsən və istədiyin yerə baxa bilirsən. Tez keç gülü. O Qartalı idi. Biz artıq Daşkəsən Bayan kəndindəyik. Və Daşkəsən niyə görə xoşuma gəlir? Keçən səfər belə ötəri girmişdik bura. Daşkəsən elə bil ki, keçmişdə qalıb. Çox hissəsi. Köhnə dəmir yollarıdır. Burada, bu Doktuda yəqin burada qatar təmir edirlər. Belə. Hər şey köhnədir. Çox maraqlıdır. Yəni bir keçmişdə ilişib qalıb. Təbiəti də ki, super. Bu da Gədəbəyin Bayan kəndidir. Elə birinci kəndlərdəndir, səhv eləmirəmsə. Birincisi Qızılcadır, ikincisi budur. Yəni bu
İndi biz Azərbaycanın bir çox yerində olmuşuq da. Bu kənd heç bir digər kəndlərə bənzəmir. Həm çox köhnədir. Evlərə baxın. Buna baxın. Həm də tikiliş üslubu nə bilim heç nəyə oxşamır. Dəmir yolu xətti. Belə keçir. Bəxtimizdən də bugün hava sərindir. Cəmi 22 dərəcədir, 21 hətta. Так что поехали дальше. Bir dənə temperatura baxın, 17 dərəcə. Yəni artıq soyuqdur. Artıq həqiqətən də soyuqdur. Və bir dənə bura baxın. Dağ buludun içində. Orada da. Bu Azəriqotdur, biz gedəcəyik Gədəbəyə. Biz elə bir ki, onun əks tərəfindəyik bu dəqiqə. Lalələr də bitib burada. O əməlli başı soyuq da, qaqaş. Saxladıq yolun qırağında. Bir də həmişə kimi çay. İnandırım sizə ki, burada çox soyuqdur. Artıq 15 dərəcə göstərir. Və gözəl, nə var burada? Nane bitirdim. Çox maraqlı bitkilər də var burada. Bunlar hamısı palıddır yeri gəlmişkən. Bu heç, bu palıddır. Necədir, qaqaş? Orada yağış yağır, çox güman ki. Bizim də yolumuz oradır. Giririk. İstəyirdim yağış yağsın, bu da yağır. Maşının təkərində nəsə səs başladı gəlməyə yuxarıdan düşəndə. Düşündüm ki, bəlkə əyləc qəlbi yerindən çıxıb, düşdüm, baxdım, gördüm, yox, səs kəsmədi. Dikə qalxanda səs kəsdi. Çox güman ki, nəsə daş düşmüşdü ora. Mənim də ona görə ürəyim düşmüşdü. İndi bax, qalxırıq daş kəsənə, 16 dərəcə isti var bayırda, yağışı da özünüz görürsünüz də. Daş kəsən əmi oğlu. Araz oradadır. Qədim dünya tarixi. Birinci pavorotdan sonra Arazın həyətinə basancan. Atılmış köhnə zavoddur. Belə şey yoxdur da heç yerdə. Bir dənə buna baxın. Moyka. No analıq. Bu 50 qəpikli moykadır görəsən. Bu da daş kəsən.
Heç nə görsənmir burada. Görmürsünüz də bu mənzərəni. Burada deməli xəritədə şəlalə göstərirdi. Getdi Narzan şəlaləsi. Sən demə sünidir. Hə, müştəri olanda qoşurlar onu. Boş-boşuna badımcanlığa girdi. Amma burada belə bir mənzərə var. Yolcu yolda gərək. Hə, yeri gəlmişkən 52-1, 15-1, 42-1, hə, benzin vurmuşuq. Deməli, hələ 835 kilometrimiz var və 2 manat 60 qəpirlik şarj eləmişik. Hal-hazırda da getdiyimiz yol bax budur. 1400 kilometr evdən çıxandan. Dostlar, bu da mərmər karyeri. Mərməri belə çıxardılar. Bu ayara baxmayın, görün nə baş verir burada. Afreyim. Kebab time. Kebabuşka yeyirik. Səsi düşmür foto. Bir dənə baxın, hər yeri adam çəkmək istəyir. Bayaq orada sürü var idi. Sürü artıq itdi. Bir dənə də orada var. Sən təzə kəndi. Orada nəsə görmüşük. Çox köhnədir də. Gedək baxaq ora. Bax, bu nədir bilmirəm. Məbəddir yəqin nəsə.
qədimi söhbətdir bu. Hə, bu var idi də xəritədə. Göyərçinlər yaşayır burada. Başından yavaş ol. Orada yuxarıda nəsə ışqa var. Harası gəlmişik, mən də bilməm haradır. Bilirsinizsə siz deyin. Elə bir nəhəng qurğu var burada. Ha, bu Drabilkadır. Bəli, bəli. Filizi bura atırlar, orada üyüdülür, gedir. Sonra bu kombinatdır indi, nə bilim, nə kombinatıdır. Dəmir filizidir bəlkə. Qırğın şeylər var burada. Ümid edirəm ki, yıxılmaram. Yıxılsam heç nə. 50 ton. Qorxuludur buram. Orada kran. 50 ton yük qaldırma qabiliyyətinə malikdir. Dostlar, deməli girdik Gədəbəyə və belə bir yerdəyik. Tarlanın içinə girmişik, biçilib, ziyanvericilik eləmir. Oradan bir ağır yol vardı, qalxdıq. Yandıq belə. Burada gecəliyirik. Necəsən qaqaş? Hava da buz kimi, kondisionerə ehtiyac yoxdur. Yüngülvari çayla ujun. Və yatacaq yerimiz. Necəsən qaqaş? Mənzərəyə bax. Salam dostlar, yerimizi saldıq. Çay içib yatacağıq. Özdə ki panoramik dam, ulduzlar görsənəcək, ümid edirəm. 360 dərəcə mühafizə sistemi. Dostlar, sabahınız xeyir. Deməli, dünən gecə yatmaq sevdası əmələ gəlmədi. Narahat oldu. Amma nə oldusa biz ikimiz bilirik. Heç nə. Çıxdıq, getdik. Aşağı Narzan otelində qaldı. Dəhşət yağış yağırdı gecə. İldırım, şimşək, qırğın. Nəsə indi səhər saat 10'a işləyib, 11'e işləyib 15 dəqiqə. Biz çıxmışıq Gədəbəydən və Qaxa gedirik. Nə az, nə çox 264 kilometr yolumuz var. Bir də buradakı iqlimə baxın. Burada hal-hazırda 15 dərəcə isti var cəmi, yağış yağır və yəni dəhşətli dərəcədə soyuqdur demək olar. Deməli bu Yasamal aşırımıdır gördüyünüz. Yasamalda yerləşmir. Bu Şəmkirlə Gədəbəyin arasındakı olan aşırımdır. Burada bir yerimiz var. Həmişə burada saxlayırıq maşını. Yoldan girir içəri. Burada belə bir mənzərəli yer var. Bütün Şəmkir görsənir. Şəmkir su anbarına baxın. Bax. O ağaran Şəmkir su anbarıdır. Çox böyükdür. Amma Mingəçevir su anbarından xeyli kiçikdir. Bir dənə burada çay. Səhər yeməyi fason.
Sonra dərsi gedəcək. Я face to face, мои глаза громкие, но безопасные. С ним на дуре базар, на ремне аса. Только хасл, выносим кассу, слышишь, пацан? Видел, как ломались и не верил своим глазам. Мне нужна резина, нахуй дюрек, где оса. Ты хотел бы, сука, засунуть всю банду в отделку. В руке 17 и ты уже готов на сделку. Вряд ли ты увидишь на моей малой подделку. Ты хочешь нас Dostlar salam. Deməli qalx yolunda fikirləşdik ki, nahar eləyək, qayıtdıq Şəkiyə. Bir dənə maşını göstər. Uşaqlıqda hamımızın çəkdiyi maşın. Bir dənə buna baxın. Qaqarin'də girdik. Yemək yedik. Abilqasın təşəkkür buradan sənə. Əgər bu videoya baxırsansa. Və indi isə qaxa gedirik. Demək istəyirəm ki, bugün 6-cı gündür və bütün otellər demək olar ki, doludur. Gedək görək qaxda bizi nə gözləyir. Hələlik. Bayaqdan. Gəlmişik, qaxdayıq. Ulu Dağ istirahət mərkəzində. 3-4 il bundan qabaq burada olmuşuq artıq. Mənim xoşuma gəlir. Bax, orada bina var, otel tipli. Orada qalırıq. Kotejləri də var. Onun aşağısında da isti baseyn var. Bir də açıq baseyn var. Sabah baseynə də gedəcəyik. Səhər tezdən buz kimi olacaq. Onsuz da indi axşamda burada artıq soyuqdur, 15 dərəcədir. Heç bir nömrələrdə də kondisioner yoxdur. Çünki gecə yorğanla yatırsan. Və burada çox gözəl canlı musiqi olur. Yəni, bayağı yox da ləzzətli. Ən azı biz 3-4 il bundan qabaq olanda elə idi. Deməli, biz Zaqatalaya gedirik. Orada bəzi görməli yerlər var. Zaqatala qalx yolunda şarj stansiyası gördüm. Maşını qoydum şarja və vaxt itirməmək üçün maşının təmizliyi işlərini gördüm. Ümumiyyətlə, hər səhər maşını toz-soranlayıram və onu təmiz vəziyyətdə saxlamağa çalışıram. Evdə də beləyəm ha, yeri. Maşın çöldən belə olsa da, pis gündə. Salon ideal təmizdir də. Hər gün silinir və s. Və maşında improvizasiya olunmuş zivəmiz də var. Belə asırıq paltarlarımızı. Yolda gedə-gedə quruyur. O yol var mı? Biraz gez yukarı. Orada bir dənə də nəsə var, amma həyətlərin içindədir o. Bu yakında mı? Deyir, yolun o tərəfində. O zaman gördüm. Şuraya var mı? Yox. Balakəndəyik. Deməli, burada belə köhnə qala kimi tikililər var. Gəldik bunları görməyə. Çoxsu da insanların həyətindədir. Keçid yoxdur buradan, heç yerdən. Burada nəsə var ya, bu taxtaları açıb keçmək olar, amma ehtiyac var. Yeri gəlmişim, bura Balakən Katıq kəndidir, səhv eləmirəmsə. Dostlar, deməli Zaqatalaya gəlmişik. Burada qala divarları və görünür ki, qala daxili şəhərci olur. Bu da kiçik türmə binasıdır.
Müqəddəs Troitsa kilsəsi 19-cu əsr. Sadəcə bir otaq formasında bir yerdir. Poçomkinçilərin həbsdə saxlandığı qala. Gəldi yenə də Uludağ istirahət və turizm mərkəzi. Bir dənə buna bax. O belə mənzərə ilə oturursan, yemək yeyirsən. Orada aşağıda baseyn var. Bu dəqiqə 100% baseyn -10 dərəcədir suya, amma cəmaət çimir. Sonra yüngülvari su axır və bu məşhur şəlalə var orada. Gedə işim görür. Həmişə qabağından keçirik, çünki qaqda çox olmuşuq. Bu səfər girməyə qərar aldıq. 17-ci əsr Ulu Məscidi. Bunu çaydaşın üzərində yazıblar. Çaydaşı bilirsən, necə möhkəm bir şeydir. İndi isə keçək içəri. Bu məscidin arxasındakı qəbristanlıq. Görün necə vaxt qəşəng eləyiblər. Rəngli. 1963-cü ilin məzarıdır. Bunlar daha qədimi olmalıdır, bilmirəm amma.
Hə, bu artıq ərəbcədir. Nədənsə ulduzlar da var üstündə. Yo. Hə, rənglidir. Naxışlara baxın. Qaxda içəri bazar deyilən yerdəyik. Gözəl küçədir. Amma deyəsə bundan başqa, küçənin gözəlliyindən başqa maraqlı bir şey yoxdur burada. Make it up for love. Deməli, Qəbələdən keçdik, Qəbələdə dostumuzla görüşdük, çay içdik və gəldik İvanovkaya. Qışda burada qalmışdıq. Bu Magnolia atelidir. Bunun belə üstü açılan baseyni var. 2 gün burada pasiv istirahət. Takışdoğa qarşı məni saxlamaq olmaz. Çimirik, yatırıq, yiyirik. Bəs gəzdik. Ondan sonra da evə getdik. Dostlar salam. Bugün 6-cı günümüzdür. Biraz çıxdıq, gəzdik. Bu Qalacıq yolun, Qalacıq kəndidir İsmayılıda. İndi qayıdıb otelə istirahət eləyib yatacağıq. Bu qədər. Maşını deməli ikinci dəfə doldurdum burada. İndi Bakıya çıxırıq. Ait bir dənə yol ver mən keçim. Bakıya çıxırıq. 195 kilometrlik benzinimiz qalıb. ...197 kilometrlik benzinimiz qalıb. Yəni kompüter göstərir. O göstəricilər bilirsiniz ki, nisbi məsələdir. 100% şarjımız var və 230 kilometr evə qədər məsafəmiz var. Görək bu bizə bəs eləyəcək yoxsa yox. Dostlar, axır ki biz gəldik, çatdıq. Koroğlu'da Bravo'dayıq və deməli sizə göstəricini göstərim. 109 kilometrlik deməli bizim benzinimiz qalıb və 36% şarjımız. Bu isə bizim ümumi qət etdiyimiz yol. 2482 kilometr. Evə qədər bu 2500 olacaq.